Bilirsiniz harda? Tam mərkəzdə Heydərli prospekti gördüyünüz əsas yol. Saman Şadlıq Sarayı. Burada yerləşir Heydər Parkı. Değerli izləyicimiz. Bir dənə gözəl mənzilimiz çıxmış satışa. 76 kvadrat. Təmirli. Bir dənə keçək mənzilə tanış olaq. Belə geniş dəhliz hissəsi var. Hər evdə belə dəhliz hissəsi olmalı, geniş. Yerlər istipollu. Xırdalanında tam mərkəzdə xanımlar və belə. Heydər Parkına 3 dəqiqə piyada məsafə. Gəlin də zəhmət olmasa buraya təqdimatı başlar dəhliz hissəsi. Evə daxilində belə də kladovka kimi yer var, yəni çamaşırxana. Burada yerləşir sanitar qovşağı, bütün aksesuarlar quraşdırılıb, tam qaydasındadır. Yerlər istipoldur. Burada yerləşir bir yataq otağı, geniş səliqəli bir yataq otağı var. Pərdədir, lüstrdur, gizli işıqlardan quraşdırılıb, tam qaydasındadır. Gəl bura zəhmət olmasa, bu yataq otağından eyvana çıxışı var. Bir dənə eyvanın bir dənə genişliyə baxın, necə səliqəli, geniş eyvanı var. Sistemi kombidir. Bir dənə prospekti göstər, gəl bura zəhmət olmasa, bir dənə prospekti göstər. Əsas yol, bax Heydər Əliyev prospekti Səmər Şadlıq Sarayının yanında. Gəl bir dənə keçək digər otaqlarla tanış olaq. 16 mərtəbəli binanın yerləşir 5-ci mərtəbəsində 2 sürətli lifti, suyu, qaz işığı, bütün kommunallar mövcuddur, xanımlar və belər. Burada da yerləşir uşaq yataq otağı. Tam təmirlidir. Tam təmirli, Xırdalanın tam mərkəzində. Burada da yerləşir bizim gözəl, səliqəli, geniş qonaq otağımız. Bir dənə qonaq otağı səliqəsinə baxın. Lüstrdur, gizli işıqlardır, açılçılaqlar, hamısı quraşdırılıb. Hətta pərdəsinə kimi qaydasındadır. Gəl bir dənə mətbəxlə tanış olaq. Bu qonaq otağından da birbaşa panorama görsən, Heydər Əliyev prospekti görsənir. Burada da yerləşir mətbəx. Mətbəxdə də mebeldir, qazıdır, hamısı qaşılıb qaydasında. Bu belə geniş mətbəx var. Yəni buradan göstərir, zəhmət olmasa. 76 kvadratdır. Mətbəxdən də bax, eyvanı görürsünüz, öz müstəqil eyvanı birbaşa Heydər Əliyev prospektinə baxır. 76 kvadrat, qiymət 132 min manat, xanımlar və bəylər. Kim amanaldı səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Səhifəni takib eləməyi unutmayın. Sağ olun, var olun.